biz nəhəng enerji infrastrukturunu yaratmışıq ki, bu Avrasiyanın enerji xəritəsini dəyişdirib. Bugün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələrini, həm istehlakçılar üçün daha təhlükəsiz şərait yaradır. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir və memorandumun icrası bir də göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır. Hazırda biz 3 il bundan əvvəl işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialımızı fəal şəkildə inkişaf etdiririk. Ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Azərbaycan EKO'nun təmiz enerji mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hal-hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu reallıqdır və bütün dünya bunu bir daha